Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Bakıda Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkərək sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının 3 vətəndaşı Alzaman Mahdi Ali, Alğabır Muhammed Hüseyin və Alğabır Mahdi Muhammed barələrindəki hökmdən apellyasiya şikayəti veriblər. Oxu.az reporta istinadən xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Xatırladaq ki, Səbail rayon məhkəməsinin hökmü ilə onlar 2 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib. İttihama görə sözü gedən şəxslər Şəhidlər Xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər və orada çəkdikləri videonu sosial şəbəkədə yayıblar. Alzaman Mahdi Ali, Alğabır Muhammed Hüseyin və Alğabır Mahdi Muhammed Cinayət Məcəlləsinin 245 qəbir üzərində təhqir edici hərəkət maddəsi ilə ittiham olunurlar.